Ölkə cüdosuna həsr olunan podkastlarımız davam edir. Hər vaxtınız xeyir. Dünya çempionatı ərəfəsində bu mövzuda danışılacaq çox məqamlar var. Bu gün ölkə cüdosundan yenidən danışırıq və əsas mövzumuz dünya çempionatı, ora seçilən heyət və oradan gözləntilərdir. Çox az müddət qaldı. Macaristanda keçiriləcək yarış iyunun 13-də başlayacaq və müxtəlif növlərdə təmsil olunuruq. Həm kişilər, həm qadınların mübarizəsi, eyni zamanda komanda yarışlarında. Birazdan yarışlarla bağlı daha detallı məlumatlar verəcəyəm. Bu gün söhbət mövzumuz, həm söhbətimiz, qonağımız Teymur Maksudovdur, idman jurnalisti və cüdonu yaxından izləyən həmkarımız. Xoş gördük. Xoş gördük. Təşəkkür edirəm dəvətimizi qəbul etdiyin üçün. Dünya çempionatına hazırlıq, həqiqətən ki, sən özün də hazırsan, belə deyim, bu mövzuya maraqlanmısan. Birinci sualım bu olacaq ki, heyət seçimi necə göründü sənə, nə dərəcədə qane-edici idi? Əslində, ümumiyyətlə, dünya çempionatına gözləntilər böyükdür, çünki cüdo idman növündə il ərzində çox sayda turnir keçirilir, böyük dəbilqə, Grand Prix, Avropa kubokları. Amma bu yarışların heç biri dünyanın ən güclülərini bir araya gətirmir, amma il ərzində yalnız bir yarış var ki, hansı ki, ən güclüləri bir araya gətirir, o da dünya çempionatıdır və bir növ olaraq bu bir güzgüdür federasiya üçün, yığma komanda üçün ki, il ərzində görülən işlərin nəticəsi. Təbii ki, olimpiya oyunları da var, amma olimpiya oyunları 4 ildən bir keçirilir, dünya çempionatları isə hər il keçirilir və yeni olimpiya siklı başlayıb və bu ilk dünya çempionatıdır və bir növ olaraq bu dünya çempionatı bizə göstərməlidir, biz kimlərlə yeni bir olimpiya sikla çıxırıq. Əslində çox da dəyişikliklər olunmadı. Demək olar ki, ancaq yüngül çəkilərdə dəyişikliklər baş verdi və faktiki olaraq kimi biz gözləyirik, onlar da heyətdə yer alıblar. Amma mənim üçün məsələn yüngül çəki ən çox diqqət çəkən məqam odur ki, məsələn son olimpiya siklda bizdə yığmanın liderləri yüngül çəkilərdə məsələn Balabəy Ağayevidir və 66-da Yaşar Nəcəf. Bu dəfə onlar heyətdə yoxdular və ümumiyyətlə yeni siklı hələ ki uğurlu başlamayıblar. Düzdür, olimpiya oyunlarından sonra Yaşar əməliyyat olunmuşdu. Balabəy də son Azərbaycan çempionatında zədələnmişdi, amma ümumi olaraq sanki ya nəsil dəyişmə prosesi baş verir, ya da ümumiyyətlə bu çəkilərdə bəlkə lider yoxdur. Fikir vermisənsə, məsələn o biri çəkilərdə əgər açıq-aşkar lider varsa, amma bu çəkilərdə çoxlu idmançı var, onlar arasında cavan idmançılar, gənc idmançılar, perspektivli idmançılar var. Amma hələ ki aşkar lider yoxdur. Əslində 60 kiloqramda bəlkə biz gözləyirik ki, bu olimpiya siklda Turan Bayramov yığmanın lideri olacaq. Çünki mənim yadımdadır, məsələn hələ keçən olimpiya siklda da federasiya rəsmiləri, federal rəhbərliyi belə bir məsələn ifadə işlədirlər ki, biz Turanı Los Ancelesə hazırlayırıq. Amma biz indi görürük ki, yığmanın bir nömrəsi ən azından Avropa çempionatında, həm də düz Avropa çempionatında Turan da yollanmışdı, Əhməd də yollanmışdı, amma dünya çempionatında məhz Əhməd yollanacaq. Bürünc medalçısı, son Avropa çempionatının bürünc medalçısıdır və ümumiyyətlə bu çəkidə çox maraqlı proseslər baş verir cüdoda, çünki son Azərbaycan çempionu ümumiyyətlə Hüseyn Alahyarovdur, gənc idmançıdır. O son ölkə çempionatında Balabəy 3-cü olmuşdu və ümumiyyətlə Avropa çempionatında Turanla Əhməd yollanmışdı. Son Grand Slam'da Balabəy qızıl medal qazanmışdı. Yəni ki, seçim imkanı çox idi, amma görünür ki, Əhməd daha yaxşı formadadır. Həmçinin 66 kiloqramda Ruslan Başayevdir. Avropa çempionatından sonra, məsələn, Richard Trautmanın müsahibəsində oxumuşdum. O bildirmişdi ki, gözləntilər çox böyükdür Ruslana və hətta qızıl medal qazana bilərdi və ondan gözləntilər çox böyükdür. Əslində, nəticələrə baxsa, hələ ki, deyə bilmərik ki, hansı böyük nəticələr var. Düzdür, Paris böyük dəbilqə turnirini qazanmışdı fevral ayında. Ruslanla ümumi olaraq hələ ki, böyük nəticələri yoxdur. Ola bilər ki, bu dünya çempionatı onun üçün də bir tramplin olacaq ki, özünü sübut eləmək baxımından. Adlar daha çox diqqətimizi çəkir. Olimpiya çempionları, bu yarışa qayıtması, son dünya və Avropa çempionatlarındakı performansı. Yəqin ki, istər-istəməz indi belə deyək də, cüdonu yaxından izləyənlər üçün sadaladığın o fərqli adlar, məsələn, yüngül çəki,
digər mübarizələr də çox maraqlıdır. Amma daha çox bu yarış ümumi kütlə üçün, ümumi idman tamaşaçısı üçün Olimpiya çempionlarımızın dönüşü kimi əlamətdardır. Bu iki ad üzərindən getsək gözləntilərin necədir? Hidayət Heydərov üçün bu birinci yarış olacaq. 11 ay faktiki olaraq tatamidən kənarda qalmışdı. Düzdür, məşq eləyirdi, amma yarış praktikası baxımından bu məncə problem yarada bilər. Təbii ki, Hidayət titullu idmançıdır, təcrübəli idmançıdır, amma yenə də yarış praktikası tamamilə başqadır. Bu hər bir idman növündə belədir, sırf judoda deyil. Avropa çempionu biz bilirik ki, məsələn Avropa çempionunda çıxış etməli idi, amma son anda xəstələnmişdi və ona görə kənarda qaldı. Zəlim Katsoyev isə Avropa çempionatında çıxış elədi və gümüş medal qazandı və faktiki olaraq bu Azərbaycan idmanı üçün bəlkə bir ilkdir. Biz çünki öyrəşmişik ki, bizim Olimpiya çempionlarımız ən azından 1 il, 2 il dincəlirlər və idmandan xeyli kənarda qalırlar, amma bizim son Olimpiya çempionlarımız bir müddətdən sonra artıq aktiv məşq prosesinə qayıtmışdılar və bu təqdirə layiq bir haldır. Həm onların adına, həm federasiya adına. Çünki yenə deyirəm, biz öyrəşməmişik. Adətən bizim Olimpiya çempionlarımız başqa cür davranırdı. Razıyam. Özü də çox əzmlə çalışırlar. Mən baxıram videoları falan yayımlanır. Çox hər iki Olimpiya üçün çox əzmlə, sanki heç nə olmamış kimi bir neçə ay sonra başladılar. Yəni məşqlərdə başqa bir istək görünür onlarda. Bəli, və mən ümumiyyətlə düşünürəm ki, bu dünya çempionatında Hidayət Heydərov medal çempion da ola bilər, medal da qazana bilər, medalsız da qala bilər və burada bir faciə yoxdur. Çünki bu yenə deyim, bu yeni bir Olimpiya siklinin bir başlanğıcıdır və federasiya üçün, bizim üçün də maraqlıdır görmək ki, Hidayət Heydərovun hal-hazırda vəziyyəti nə yerdədir, onun forması nə yerdədir və yeni bir sikl üçün bu başlanğıcı. Zəlim Katsoyev isə məncə daha yaxşı formada olacaq, çünki Avropa çempionatına çıxış elədi və kifayət qədər də inamlı orada güləşdi və yaxşı tərəfdən özünü göstərdi. İkinci yer gümüş medal qazandı. Məncə dünya çempionatında da rəqiblər, əsas rəqib gürcü idmançı olacaq. Həmçinin də bu dünya çempionatında mən ümumiyyətlə iştirak ərizəsinə baxdım. Zəlim üçün bəlkə də ən çətin rəqib o Rusiyanı təmsil edən Matvey Konikovskidir. Çünki Olimpiya onlardan qabaq Zəlim bir neçə dəfə onunla tatamidə görüşmüşdü və 2-3 dəfə ardıcıl olaraq məğlub olmuşdu. Onun üçün də bu Zəlim üçün böyük bir çağırışdır və ümumi Zəlimdən və Hidayətdən danışsaq, təbii ki, onlar elə idmançılardır ki, artıq Olimpiyalardan sonra gözlənti ancaq qızıl medal olacaq. Bunlar təbii ki, bu istəsən də, istəməsən də artıq azarkeşlər, jurnalistlər, ekspertlər hamı onlardan qızıl medal gözləyir. Amma judo da belə idman növüdür ki, bir fənd, bir balaca bir səhv artıq hər şeyi alt-üst edə bilər və idmançı uduza bilər. Mən razıyam. İstər-istəməz Olimpiya çempionlarına artıq bütün yarışlarda nəticə gözlənilir. Amma bəlkə də düşünürəm ki, bu iki ad üçün ən böyük hədəf təbii ki, bu yarışlar da önəmlidir. Amma növbəti olimpiyadada ən az mükafatçılar sırasına düşmək uzun müddətli hədəf təbii ki, Los Angelesdir. Amma məsələn, Rəşad Rəsulun da son müsahibələrə baxmışam, oxumuşam və belə başa düşdüm ki, bizim federasiya üçün hal-hazırda əsas məqsəd bu gələn il Bakıda keçiriləcək dünya çempionatıdır və o da bildirmişdi ki, məsələn, əsas komanda formaya düşməlidir. Məhz 2026-cı ildə Bakıda keçiriləcək dünya çempionatına. Tratmanda deyəsən açıqlaması faydalı istiqamətdə. Təbii ki, amma yenə də dünya çempionatıdır və ildə bir dəfə keçirilir və dünyanın məsələn məncə elə idmançı yoxdur ki, istəməsin, dünya çempionu olmaq istəməsin. Həm də bizim tariximizdə cəmi 3 dünya çempionumuz var və keçən illər kimi ümumiyyətlə bir dünya çempionumuz vardı və bu da həmçinin onu göstərir ki, dünya çempionatının əhəmiyyəti tamamilə başqadır və böyük dəbilqanını uda bilərsən, Avropa çempionu ola bilərsən, amma dünya çempionu olmaq bu tamamilə başqa bir şeydir və iki qat dünya çempionumuz yoxdur. Zəlimlə Hidayət bəlkə onlar üçün tarixi bir şansdır. Keçən il Hidayət Heydərov həm Avropa çempionu olmuşdu, dünya çempionu, sonradan da Olimpiya çempionu olmuşdu. Bu dəfə isə iki qat dünya çempionu ola bilər.
Onun üçün bir həvəsləndirici motivasiyadır təbii ki. Çəkilər üzrə gedəcək olsaq maraqlı çəkilərdən biri şəxsən mənim üçün Elcan Hacıyev və Vüqar Talıbovun olduğu 90 kiloqramdır. Hansı ki məncə o son böyük dəqiqədəki finalda bu mübarizəni, bu çəkini biraz daha maraqlı etdi. Burdan gözlənti necədir bu adların rəqabətində? Əslində bütün judo bilənlər, ekspertlər də Hidayət və Zəlimdən sonra məhz Elcan Hacıyevin adını çəkirlər. Bu olimpiyadadan qabaq da belə olmuşdu. İndiki bütün yarışlardan qabaq da məsələn medalla iddiaçı idmançılardan biri də məhz Elcandır. Amma onun çəki dərəcəsi çox ağırdır və ümumiyyətlə saya baxsaq ən çox idmançı 66 kiloqram çəki dərəcəsindədir. İkinci isə 90 kiloqram çəki dərəcəsidir. Bu çəkidə mən ümumiyyətlə adlara baxmışam, çox güclü idmançılar var. Burada Yaponiyalı Sanshiro Murao var, Gürcüstanlı Lasha Bekauri, Luka Maysuradze. Məsələn, bizim də iki idmançımız var. Bilir ki, Murad Fətiyev zədələnmişdi və ona görə əvvəlcədən bilinirdi ki, dünya çempionatına yollanmayacaq, iştirak edə bilməyəcək. Vüqar Talıbov üçün bu böyüklər arasında ikinci dünya çempionatıdır və onun üçün əslində bu çünki gənclər millimizin lideri idi, kapitanı idi Vüqar və onun üçün böyüklər arasında özünü sübut eləmək üçün bir şansdır. Elcan isə artıq Avropa çempionu olmuşdu. O dünya çempionatı onun üçün bəlkə də bir zirvəyə yaxınlaşmaq üçün bir şansdır. Çünki dünya çempionatında məncə medal qazanmaq bu artıq başqa bir necə deyək səviyyədir və bu onu göstərir ki, idmançı artıq yüksək hədəflər uğrunda yarışmağa hazırdır və təbii ki, yüksək hədəflər deyəndə biz olimpiya oyunlarını nəzərdə tuturuq və bizim üçün gələn Azərbaycanda keçiriləcək dünya çempionatı həmçinin nəzərdə tuturam. Çünki bu bizim üçün tarixi şans olacaq. 2018-ci ildə səhv etmirəmsə Azərbaycan qəbul etmişdi. Bakıda keçirilmişdi dünya çempionatı və orada çıxışımız çox uğursuz olmuşdu. Orada Uşangi Kakauri gümüş medal qazanmışdı. Amma bu dəfə əminəm ki, fərqli olacaq. Çünki yenə deyirəm, iş olan yerdə nəticə də olacaq və 90 kiloqram çəki dərəcəsində ümumiyyətlə maraqlı fakt odur ki, yadıma sal Paris Olimpiyadasının hardasa bir il yarım Məhəmmədəli Mehdiyev o vaxtı karyerasını bitirmişdi və yıxmada bəlkə ən problemli çəki məhz 90 kiloqram idi. Çünki Məhəmmədlidən sonra demək olar ki, idmançı, belə təcrübəli idmançı yoxdur, hansı ki, böyük nəticələr uğrunda yarışa bilər və qısa müddət ərzində faktiki olaraq olimpiyadaya bir il qalmış. Həm Murad Fətiyev, həm Elcan Hacıyev, həm də sonda Vüqar Talıbov olaraq çatmış. Faktiki olaraq 3 idmançı olimpiyadaya düşürdü və artıq seçim imkanı federasiya və məşqçi korpusunda idi. Bu yenə də onu sübut edir ki, məsələn, iş görmək lazımdır, hansı çəki problemi ola bilər, amma iş olan yerdə idmançı da yetişir və inkişaf edir. Və indi biz artıq məsələn Hidayətdən və Zəlimdən sonra 90 kiloqramın adını çəkirik ki, bu çəkidə bizim idmançımız çempion ola bilər, medalçı ola bilər. Gör hansı tempdə inkişaf gedib ki. Təbii ki. Amma yüngül çəkilərdə nəsə əksinə elə ki, proses gedir. Yer gəlmişkən elə Rəşad Rəsullu da qonağımız olanda, yəqin ki, az çox görmüsən, onunla da danışmışdıq, ağır çəki məsələsi. Elə oradan yola çıxaraq Uşangi Kakaureni danışa bilərik. Bu yarışdan gözləntin, ümumiyyətlə Kakauri də sanki bilmirəm, mənə əməldə gəlir, yoxsa sanki yavaş-yavaş quyruğa doğru gedir. Növbəti olimpiyada iştirak eləyəcək, eləməyəcək bilmirəm, açıq federasiyanın buna yanaşması necədir. Ümumiyyətlə ağır çəkilər və Kakauri üzərindən danışaq istəyirsiniz. Məncə Kakauri əksinə hardasa son illərdə də stabil bir idmançı olub. Nə mənada stabil? Təbii ki, Grand Prix-də böyük dəbilqədə medal qazana bilər, amma Avropa çempionatından, dünya çempionatından söhbət gedirsə, fikir verimsənsə, demək olar ki, hər yarışda 5-ci, 7-ci olur. Bu deməli hardasa Uşangi Kakauri hal-hazırda dünyada top 10 idmançılar sırasındadır, amma sadəcə potensialı imkan vermir ki, medalçılar sırasına düşə bilsin. Yeri gələndə olimpiya oyunlarında da
məhz o bir idmançılardan fərqli olaraq Uşangi Kakauri 4-1-ə kimi irəliləyə bilmişdi və 7-ci yer tutmuşdu səhv etmirəmsə. 7-ci olmuşdu. Yəni ki, stabillik var, amma potensialı bundan artığına imkan vermir. Amma yenə də hal-hazırda alternativ yoxdur. Bizim milimizdə gənc idmançılar var, gənc judoçular var, amma Rəşad Asılov da o mövzuya toxunmuşdu ki, ağır çəkilərdə idmançıya daha çox vaxt lazımdır ki, təcrübə toplasın. Məsələn, 20-22 yaşında belə bir bəlkə dünya praktikasında var, amma ümumi olaraq ağır çəkilərdə bəlkə idmançılar gec açılırlar və bəlkə də oradan da bu belədir və biz bunu yaxın illərdə görəcəyik, amma ən azından perspektivli idmançılar hal-hazırda bizdə var. Sadəcə indi hər şey idmançıların özlərindən asılıdır, çünki indi biz deyə bilmərik ki, yığmada ya federasiya şərait yaratmır, ya da təlim məşq toplanışlarının sayı azdır, xaricə getmirlər idmançılar. Yəni ki, yaşlanan sayı kifayət qədərdir və idmançı öz üzərində işləməlidir və ağır çəkilərdə, məsələn, yığman məşqçisi Elxan Məmmədovdur və özü də 100 kiloqram çəkidə ağır çəkidir, düz super ağır çəki deyil, amma yenə də ağır çəkili idmançıların necə işləmək lazımdır, yaxşı bilir bunu. Ümumi detallara yenə toxunacağam. Məşqçidən, görülən işlərdən danışdıq. İstədim bunu da soruşum. Bilməm, yanaşman necədir? Richard Trautmann məsələsi, bu ad, ümumiyyətlə biz podkastlarımızda bu barədə danışmamışıq. Amma görülən işlərdən danışdığımız üçün özüm üçün də maraqlıdır. Sənə necə görünür? Trautmann milimizdə deməkdə ümumi judomuza faydası və bir mütəxəssis kimi indi 2 olimpiya çempionu veribsə, istər-istəməz uğurludur. Amma belə daha detallı baxsaq, hansı faydaları var, hansı işləri görür və ondan davam edilməlidirmi səncə? Yox, təbii ki, davam edilməli. Sırf məşqçi kimi yanaşsa, hal-hazırda həm də performans direktoru, ona görə məncə işi kifayət qədər peşəkar səviyyədə görür. Mən bir jurnalist olaraq məndən bir narazılığım sırf ondandır ki, Richard Trautmann Azərbaycan mətbuatından bir o qədər də açıq məşqçi deyil və demək olar ki, müsahibə vermir və ümumiyyətlə mən özüm şəxsən bir neçə dəfə müraciət eləmişəm federasiyaya ki, Richard Trautmann müsahibə, amma nəsə alınmadı, bilmirəm hansı səbəbdən və ümumiyyətlə mətbuatı izləyirəm, görürəm ki, Azərbaycan mətbuatı bəli, yəni ki, Azərbaycan mətbuatına bilmirəm, federasiyanın strategiyasıdır ya da sırf məşqçi danışmaq istəyirəm, amma Beynəlxalq Judo Federasiyasının rəsmi saytına hər dəfə həvəslə danışır. Biraz mənim üçün qəribədir o. Bu biraz narazı olduğum məqamdır, amma sırf performansdan, məşqçi performansdan söhbət gedirsə, təbii ki, iş göz qabağındadır. Çünki o yığmaya təyin olunanda, bilirsiniz, judo elə idman növüdür ki, bizdə həmişə üzdə olub və inkişaf edib. Yəni ki, burada iş sıfırdan başlanılmayıb. Yəni ki, elə federasiyalar var, doğrudan da məsələn, rəhbər dəyişikliyindən sonra sıfırdan başlamalıdır. Amma judoda belə deyil. Sıfıra düşür və yaxud da. Bəli, amma judoda belə deyildi. Judoda bizdə məsələn Hidayət Heydərov, Zəlim Kaçoyev keçən olimpiya siklından qalan idmançılar, Tokyo olimpiya siklından qalan idmançılardır və potensialları da çox böyükdür. Richard Trautmann isə sadəcə onlara kömək elədi ki, onlar inkişaf eləsinlər, yeni bir səviyyə çatsınlar. Çünki dünya çempionatı, Avropa çempionatı medalı qazanma olar məsələn, amma dünya çempionu və ya olimpiya çempionu olmaq üçün bu tək-tük idmançılar olur. Ora artıq bu zirvəyə qalxmaq məsələn tək-tük idmançılar bacarır və təbii ki, burada məşqçisiz, məşqçi həm də bəlkə psixoloji tərəfdən də onlara kömək eləyib. Bilirəm ki, Judo Federasiyası psixoloqlar da işləyirlər idmançılarla. Ona görə bütün bu bir nəticədə məsələn 2024-cü ildə Judo Federasiyası fantastik nəticə göstərdi. İndi isə bu siklda mən məsələn gözləyirəm ki, o biri idmançılar necə inkişaf edəcək. Çünki olimpiya oyunlarında məsələn Hidayətin və Zəlimin çıxışını nəzərə almasaq, o biri judoçular o qədər də uğurlu olmayıblar. Bu dəfə necə olacaq? Bu artıq məncə növbətdə addımdır və ki, bizim 3-cü, 4-cü hansısa bir idmançılar dünya çempionu, Avropa çempionu olsunlar. Təbii ki, şərt deyil yenə dünya çempionu, kimsə dünya çempionu olmasa o demək deyil ki, Judo Federasiyası ya da Richard Trautmannın işi mənfi qiymətləndirir. Əgər məsələn son Avropa çempionatında elə 5 idmançımız medalçı olub, medal qazanıb. Bu artıq ondan xəbər verir ki, bu idmançıların potensialı var ki, daha yüksək nəticə əldə etsinlər.
Ona görə də ümumi olaraq təbii ki, Richard Trautmann işi ancaq müsbət qiymətləndirmək olar. Ən azından bu dəqiqə. Və bundan sonrası üçün qeyd etdiyim kimi olimpiya siklı olaraq qarşıda biraz daha böyük məqsədlər var. Qarşı komanda yarışından danışaq. Avropa çempionatında da təmsil olunduq. Bu da yaralı yerimizdir. Bəzən qadınların mübarizəsi olduğu üçün çətinliyimiz olur, yoxsa nəticə verərik falan tipli bir yanaşma var, reallıq var daha doğrusu. Bu dəfə dünya çempionatından gözləntin necədir bu istiqamətdə? Qarşı komanda yarışlarından təəssüf ki, hansısa bir nəticədən söhbət gedə bilməz, çünki bizdə əslində həm kişilərdə ağır çəkidə biraz belə top idmançı deyil bizdə və orada da bir problem var, amma əsas problem qadınlardadır. Belə deyək də, qadın yığmamızda ki, ağır çəkilərdə idmançı yoxdur. Məsələn, bizim Tokyo Olimpiyadasının bürünc medalçımız var idi, Irina Kinzerskaya. Təəssüf ki, Tokyo Olimpiya oyunlarından sonra köhnə federasiya rəhbərliyindən inciyib tərk eləmişdi ölkəmizi və ümumiyyətlə idmanı buraxmışdı. Bilirəm ki, Judo Federasiyası çalışırdı ki, onu yığmaya qayıdır. Əslində Zelim Kaçoyevin də problemləri var idi və o da artıq bildirmişdi ki, Azərbaycan qayıtmaq istəmir, incimişdi, amma yeni rəhbərlik onu qaytara bilmişdi. Amma Kinzerskaya ilə görünür ki, alınmadı. Halbuki Kinzerskaya da yaxşı idmançı idi və bizə məncə bu tipli bəlkə hansısa qısa müddət üçün, bu olimpiya siklı üçün bəlkə hansısa legioner idmançını cəlb eləyə bilsəydik, bu qarşı komanda yarışlarında artıq hansı nəticə ümid edə bilərdi, həm də olimpiyadaya düşmək baxımından. Çünki yüngül çəkilərdə biz görürük ki, iş görülür və yüngül çəkilərdə bizdə perspektivli qadın idmançılar var və artıq məsələn 23 yaşa qədər Avropa çempionatında nəticələrimiz var, yeniyetmələr, gənclər arasında daimi olaraq, yəni ki, stabil olaraq nəticələr var. Amma yenə də yüngül çəkilərdə biz görürük ki, orta və ağır çəkilərdə nəticə indiyə kimi yoxdur və bu böyük bir problemdir. Ona görə bu dünya çempionatından da biz əslində nəsə pozitiv gözləyə bilmərik. Elə o cümlədən də qadınların fərdi mübarizəsindən deyək. Bəli, təbii ki, biz yenə deyirəm, bir neçə perspektivli qadın idmançımız var, amma onlar hələ kifayət qədər təcrübəli deyillər. Amma düşünürəm ki, məsələn, gələn il dünya çempionatına artıq bəlkə Fidan Əlizadə ya da başqa idmançılarımız bir nəsə nəticə göstərə bilərlər. Çatdıra bilərlər. Ümumilikdə soruşsaq, Judo Federasiyası indi bəzən həmkarlarımız arasında da deyirik, konfederasiyada olan, judoda olan insanlar da etiraf edir ki, yaxşı təşkilatlanma var, inkişaf var, istər-istəməz yəni həm nəticə olaraq, həm görülən işlər olaraq. Ümumilikdə necə görünür federasiya sənin üçün? Yəni bundan daha yaxşısını etmək olarmı, yoxsa ən yaxşılarmı edilir? Məsələn, ümumi belə deyək də, adi yarışların təşkilindən tutmuş, kütləvilik olsun, mətbuatdan iş olsun və s. hamısı bir yerdə. Yox, təbii ki, həmişə artığını eləmək olar. Bu məncə heç kim inkar eləməz, amma ümumi götürəndə Judo Federasiyasının fəaliyyətindən danışırıqsa, İlk ağlıma gələn fikir odur ki, məsələn, idmanda detallar yoxdur, xırda detallar yoxdur və bu xırda detallar sonda ona gətirir ki, bizim 2 olimpiya çempionumuz var, 2 dünya çempionumuz var. Baxırıq ki, məsələn, federasiya gözəl baza tikib, faktiki olaraq sıfırdan düzdür, o yeri verilib federasiya ki, tikilsin. Amma yenə də yaxşı bir şərait, həm də biz indi izləyirik ki, demək olar ki, hər ay hansısa rayonda olimpiya kompleksi olsun, yeni avadanlıq gətirilir, tatamilər gətirilir, zallar təmirdən çıxır və bu əslində ola bilər ki, hansısa bir xırda işdir, amma bu elə bir xırda infrastruktur olmalıdır ilk öncə. Məsələn, biz futboldan qısa olaraq danışsaq, yəni ki, inkişaf istəyirsə infrastruktur olmalıdır. Futbolda infrastruktur sıfır səviyyəsindədir. Amma judoda düzdür, bu daha rahatdır, çünki zallar var, amma zalları təmir eləmək lazımdır. Zalları tatami ilə, başqa avadanlıqla təmin eləmək lazımdır. Məşqçilər üçün mütəmadi olaraq biz görürük kimi seminarlar keçirilir. Beynəlxalq Federasiya ilə sıx əməkdaşlıq edib bizim federasiyaya. Məsələn, hakimlər üçün seminarlar daimi olaraq keçirilir.
Yəni ki və məsələn federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu görür ki, məsələn müsahibə verəndə hiss eləyirsən ki, insan bu idmanın içindədir və hər bir xırdalığa gedir və hər şeydən xəbəri var da. Məsələn bir çox federasiyalarda biz görürük ki, məsələn vitse-prezidentlər heç xəbərləri də yoxdur ki, federasiyada nələr baş verir. Başqa bir çox federasiyada rəhbər şəxslər və məsələn onlar düşünürlər ki, mən rəhbərəm, mənim işim o deyil. Halbuki belə deyil. Rəhbər şəxs məsələn federasiyanın vitse-prezidentidir, icraçı vitse-prezidentidir, vitse-prezidentlərdir, idman direktorlarıdır. Bunlar hamısının baş katibdir. Hamısı bütün detallara qədər federa və bu idman növündən başı çıxmalıdırlar ki, hər bir detala qədər. Və cüdoda biz indi bunu görürük və ildən ilə nəinki idmançılar, həmçində biz görürük ki, federasiyanın rəhbər şəxsləri də inkişaf edirlər, daha çox xəbərdar olurlar bütün məsələlərdən və çalışırlar ki, yenə nəsə düşünsünlər ki, inkişaf eləsinlər. Razıyam. Mən yəqin ki, indi bizi izləyənlər, cüdonu yaxından bilənlər bizi belə deyək də səmimi qəbul edirlər. Rəşad Rəsullu ilə bağlı, məsələn mən bildiyimə görə bank sektorundan gəlib. Elə keçən dəfə həmkarlarımızdan biri ilə də bu haqqda danışırdıq, amma qısa müddət ərzində cüdonun çox içindədir. Hədsiz çox məlumatlıdır. Hətta rəqiblər barədə, beynəlxalq cüdo barədə, yəni təkcə federasiyada olan işlər yox, işin idman tərəfinə çox rəhbər şəxslər federasiyasının binasında oturmalıdır və bütün işlərin içində olmalıdır. O ola bilər ki, hansısa rəhbər şəxs idman direktoru, vitse-prezident olsun, baş katib olsun, hansısa başqa işdə, dövlət işində çalışsın. Amma əgər bu insan federasiyasının binasında oturmursa, gündəlik bilmirsə, məsələn, hansı işlər görülür federasiyada, məsələn, milli komandalarda, ümumiyyətlə gənclər və ümumiyyətlə hər bir işinə iş görürsə, bu federasiya uğurlu ola bilməz. Digər yer gəlmiş, yəni digər federasiyalarda o problem çoxdur və maraqlısı odur ki, belə deyək də sən demiş, idman direktoru və yaxud da baş katib, yəni bu işləri görən şəxsi heç olmasa, bu sahədən məlumatlı, bu işlərlə birbaşa məşğul olan şəxs təyin etmirlər. Yəni belə deyək, bu gün federasiyanın prezidenti indi bilirik ki, böyük əksəriyyətində dövlət məmurlarıdır. Birinci vitse-prezident başı böyük əksəriyyətində bütün rəhbər heyət oradan olur. Yəni bircə nəfər orada oturub bu işlərə nəzarət eləmir. İşə nəzarət etmə 5 vəzifədə olmamalıdır. Bunun yəni ki 5 federasiyada, nə bilim 5 hansısa strukturda işi varsa, onun çatdırmaz. Bu mümkün deyil. Bunun əsas bir işi olmalıdır. Əgər məsələn bu ona tapşırılıbsa ki, həmin federasiyanın əsas işini, əsas yükünü o görməlidirsə və hər şey bundan başlayır. Razıyam. Bu uzun mövzudur. Yəqin ki, bu haqqda başqa podkastlarımızda yenə də danışarıq. Həm də çox maraqlı mövzudur. Məsələn, orada veteranlar mövzusu da var. Məsələn, başqa idman və xüsusilə güləşdə digərlərində görürük. Məsələn, keçmiş idmançılar da daha çox təmsil olunmaq istəyir, oluna bilmir. Buna layiqlər layiq deyil. Uzun mövzulardır. Amma veteranlardan da məsələn hamısı heç də haqlı deyil. Çünki veteran da özlərində işləməlidir. O veteran da o demək deyil ki, veterana hansı biz görmüşük ki, məsələn mən şəxsən görmüşəm ki, bir çox veteran formal vəzifə istəyir, formal vəzifə və maaş alsın. Vəssalam. Cüdo Federasiyasında bu barədə vəziyyət yaxşıdır, onu demək istəyirdim. Sanki onlarla da belə dil tapılırmı ya necəsə. Amma böyük əksəriyyət deyir ki, mənə kabinet ver. Kimsə menecer ola bilər, kimsə idman direktoru ola bilər, kimsə hakim ola bilər. Yəni müxtəlif vəzifələr var. Yəni ki, o demək amma bizdə bir çox özünü inkişaf elətdirmədən bunu istəyir. Yəni deyir ki, məsələn, mən ver idman direktoru olum, amma görürsən ki, buna ümumiyyətlə hazır deyil də. Yəni bu tamam başqa profil. Təbii ki, bu hər bir idman növündə bir özünə idmandan sonra bir sənəd tutmalıdır, sənəd biz seçməlidir ki, bu nə olacaq. Bir təhsilini almalıdır, bir təlimini almalıdır. Çox maraqlı mövzudur. Dünya çempionatına qayıdacağıq Teymur və son olaraq danışacağımız mövzu proqnozunu istəyəcəm. Ən çox medalımız 4 medaldır, səhv eləmirəmsə, dünya çempionatları tarixində. Rəqəm olaraq buna yaxınlaşa bilərikmi? İndi biz danışdıqca istər-istəməz ümumiyyətlə izlədikcə görürük ki, əslində buna yaxınlaşa biləcəyimiz ən yaxşı dünya çempionatı yəqin ki, paytaxtımızda olacaq rəqəm olaraq. Amma ümumi gözləntilərin, proqnozların necədir? Proqnozlar da proqnoz bilmək çox çətindir, amma proqnozlar da reallığa söykənməlidir və reallıq isə onu göstərir ki,
hal-hazırda biz hardasa 3 medal qazana bilərik. Yəni ki, Hidayət Heydərovla Zəlim Qaçoyev bu real namizəddirlər, hansı ki, çəkin favoritlərindən biridirlər. Onlar medal qazanmalıdırlar. Amma digər idmançılar, məsələn, hər bir idmançı məsələn medal qazana bilər. Mənə görə 60 kiloqramdan super ağır çəkiyə qədər hamı medal qazana bilər. Amma hamı medalsız da qala bilər. Necə ki, bu Olimpiya oyunlarında biz bunu gördük. Ona görə düşünürəm ki, qalan idmançılardan təxmini 1 medal ola bilər. Təbii ki, reallıq onu göstərir ki, hardasa 3 medal olmalıdır. Təşəkkür edirəm Teymur. Çox sağ ol. Biz Judo podkastındaydıq. Dünya çempionatını şərh edirdik. İdman jurnalisti həmkarımız Teymur Maksudov bu yarışla bağlı və ümumiyyətlə judo ilə bağlı düşüncələrini bizimlə bölüşdü və çox maraqlı fikirləri var. Yəqin ki, növbəti podkastımız ya mundialın gedişində, ya da yarışdan sonra olacaq. Komandamıza və idmançılarımıza uğurlar arzulayırıq və kanallarımızı bizi izləməyi unutmayın. Judo ilə bağlı daha da artan məlumatlarımız olacaq hələlik.